Bax, cəmaət 100 minlərlə pul düşür, villa tikir. Adam özü üçün belə yüngülvari qala tikib. Heç nə də daşlardan 1997-ci ildə 10 ilə başa çatdırıb da bunu. Özü tikib. Burada qonşu kənddən də 1-2 dənə şey nə deyirlər ona? Bənna deyirlər, nə deyirlər? Daş ustası gətirib, tikib. Bax, girişin biri 3 avrodur. Yüzlərlə turist gəzir də burada, yüzlərlə. Hə, heç nə, bir dənə bunu görmək üçün. Günə ən azı bir 500 avro qazanır da bundan. Bax, belə bir dənə ev tikib, həyətini də açıq qoyub, qabağına da bir dənə kassa, всё. Kristofer Kolombun gəmisi kimi. Tipa kimdirsə, özdə doktor olub ha, doktor Esteban Martin. Heç nə, yüngülvari, ağıllı adamdır. Öz həyətini, öz evini 100 illik bir nə bilim ha, gəlir yerinə, muzeyə göndərib də bir sözlə. Kassası da oradadır. Girən də 3 avro verir, girir heç nə, bir dənə buna baxır. Tardı. Yüngülvari. Pul qazanmaq istənsə öz evi belə elə. Otur evində, ye, iç. Cəmaət də gəlsin evin belə quruluşuna baxsın. Maraqlı. Amma çox əyləncəli eləyib də. Çox əyləncəli eləyib, maraqlı eləyib. Ha, belə gəzmək olur. 3 avro. Qəşəng. Ən azı 100 nəfər gəlir, 300 avro, 400 avro hər gün pul qazanır. Ha, daşlardan tikib qəşəng. Yüngülvari. 97-ci ildə. Buranın tikintisinə heç 100 min avro getməyib də. Sadəcə 1 ilə 100 min avro çıxardır da buradan. Sadəcə 1 ilə. Baş lazımdır, baş. Pul qazanmağın yolları. Halal olsun. Xoşum gəldi. Özdə düz dağların başındadır. O tərəfdə bax, qayaların üstündədir. Buranın su qiymətini alıb da. Orada da belə perivallarla qalxırsan. Adam mükəmməl bir ideya ilə 100% bu evi bu cür tikəndə qonşuları zadı lağ edib də. 80-90-cı illərdə külbün başına bu nə tikir. Amma indi ilə 100 min qazanır da, yəni. Yox, apartırlar.